Salam, hər vaxtınız xeyir. Bugün xırda güllərdən gördüyünüz kimi buket yığacağıq. İçərisində sona adı olacaq. Qırağına kağızlarımı keçəcəm. 251 ədəd güldür, xırda gül. Bunu Sədrəkdən də ala bilərsiniz. Mən oradan əldə eləmişəm. Bunun başqa çeşid rəngləri də var. Mavisi, rozlusu, yəni əldə eləmək olar. Ən çox qırmızı rəngi bir də tünd göy rəngi istifadə olunur. Burada isə başlayıram buketimizin qıraqlarını yığmağa. Səliqəli şəkildə yığırıq ki, buketin qıraqları önəmlidir. Səliqə hər şeydən birinci gəlir, öndə gəlir. Burada da bu yavaş-yavaş göstərirəm. Qırağını necə yığıram. Ətraflı şəkildə sizə göstərməyə çalışıram. Yeni başlayanlara ən gözəl məsləhətim olacaq ki, dayanmadan, durmadan videolara baxın. Fərqli insanların YouTube'da, TikTok'da, Instagram'da paylaşılan videolarına baxın və başlayın yığmağa. Yığın, əlinizi alışdırın. Burada gördüyünüz kimi uzun buket yığıram. 1 metrdən çox olmasını istəyirəm. Sifariş elə vermişlər ki, ən azından buket qucağımızdan biraz böyük görsənsin. Burada başlayıram altın yığmağa. Buketimizin ağ rənglər üstünlüyü veriblər. Ağ, qırmızı. Biz də çalışdığımız qədər müştərinin istəklərini yerinə yetiririk. Bununla bərabər çalışırıq ki, əl səliqəmiz də maksimal dərəcədə yaxşı olsun ki, bugün məsəl üçün zakaz veribsə həmin şəxs gələn səfərdə yenidən sizə sifariş versin. Burada artıq altın yığıram. Gördüyünüz kimi 4 kağızdan istifadə olunur. Üzərinə də hardasa bir 3 kağız istifadə edəcəm. Şəffaf kağızları bu il kəşf eləmişəm. Qıraqları kantda olan. Çox qəşəng göstərir buketi və 2 qat bağlama buketi daha böyük göstərir. Gördüyünüz kimi 251 ədəd gülə 30 cm penoplast gedir. Hardasa bir 10 dənə çubuq gedir. Kley 2 manata yaxın kley istifadə edirəm. Paçka alıram mən. Paçka daha yaxşı olduğunu düşünürəm. Əgər siz də mənim kimi üstünə yazı yazmaq istəsəz, adı hərflərlə yazmaq istəsəz, penoplastın üstünə yazırsınız. Məsəl üçün, orada sona yazmışam. Sona, sonra başlayırsınız gülləri yığmağa. Elə daha səliqəli olur. Burada başlayıram üst qatını yığmağa. Çalışıram ki, skoçdan bərkidim, kleylə də bərkidim. Daha bərk olsun ki, dağılmasın. Hardasa bu buketə 2 paçka kağız gedir. Mən məhsulların çoxunu Sədrəkdən alıram. 28-dən də alıram, Əcəmdən də alıram. Kağızlar 2 manat, 3 manat arasında dəyişir. Məni istəsəz TikTok səhifəmdən də izləyə bilərsiniz. Orada canlılar açıram. Abunəliyimiz olsa inşallah YouTube'da da açmağa başlayacağım. Hər gün öyrədici videolar paylaşmağa çalışacağım sizlə. Ən azından bildiklərimi sizlə bölüşüm. Burada gördüyünüz kimi artıq hazırdır. 2 qatlı büküm. Görün necə gözəl görsənir. Baxın və hazır. Altının bantikini də istəsəz, komment yazarsınız, şərh atarsınız. Sizlərə necə elədiyini göstərirəm. Baxın burada necə düz qalıb. Ayaq üstə qalmağının ən böyük sirri çubuqlarının düz durması. Məndən bu qədər, hələlik görüşənədək.